Bugün qonaqlı qaralıyıq. Dəyərli Seymur və Natiq Usta nələr hazırlayırlar deyək. Buyurun. Yeməklərimiz hazırlanır artıq sobada, qara quzunun budundan hazırlayırıq sobada bütöv şəkildə və... Maraqlıdır, bax o ətin arasına nələr daxil eləmişsiniz? Kökdür. Kök nə üçün oraya əlavə olunur? Qeyri-adi dad verir. Və o əridikcə ona gözəl şəffaf rəngdə verir və ona biz müştərimizin istəyi ilə asılıdır. Təndirdə eləyirik biz onu. İstəyi var ki, məsəl üçün onun arasında biz sarımsaq da əlavə eləyirik. Adam var xoşlayır, adam var xoşlamır. Müştərinin istəyinə mən də can ətini hazırlayıram, artıq tavadadır. İndi birazdan hazır olanda... Can ətini qaynadırsınız? Bəli, yox qaynatmıram, onu yağda qovururam. Yağda, o qaynamır. Ancaq yağda indi qızardacam, qıpqırmızı, göbələkli və ədviyyatlarını vuracam, gözəl bir şey hazırlayacam. Süfrəmizə təqdim edəcəm birazdan. Bəli, mən istəyirəm Natiq Usta da söyləsin, nə hədiyyələri olacaq sizin o istirahət mərkəzinə gələnlər üçün? Bizim gələn hər bir qonağımız üçün bizim hədiyyələrimiz var. Hədiyyələrimiz bizdə samavar çayları, mürəbbəsi ilə, meyvəsi ilə, qarpız mövsümü olduğu qarpızı ilə, yemişi ilə, nə istəsələr biz gələn müştərilərin qulluğundayıq. Hər bir hədiyyəmiz də var. Gəlsinlər, o gözəl məkanlar, qiymətlər də münasibdir, ciblərinə uyğun. Qara quzun ətindən nuş eləsinlər. Ağız dadı bizdə, Beyləqan Alev restoranında. Bəli, gələn qonaqların hər birinə biz təşəkkür edirik, ayaqları var olsun. Gələnlər çoxdur, bizə görür ki, hörmətlə yanaşırlar. Biz də gələn qonaqlarımıza hörmətlə yanaşırıq. Onlar üçün bizdə hədiyyələr yaratmışıq ki, qoy məmun olsun müştərilər. Siz də bizim kimi deyəsən bu yay dincəlmədiniz. Yox, bizdə yoxdur o dincəl. Yəqin ki, siz də bizim kimi işinizdən zövq alırsınız. Əlbəttə ki, zövq almasın. Mən hər zaman deyirəm ki, insan sevdiyi peşə ilə məşğul olursa, ömrünün axırına qədər işləməmiş sayılır. Bəli. Biz zövq alırıq. Siz hazırlayın və tamaşaçılar da bu təamları dadmaq üçün ünvanları bir daha xatırladaq, tamaşaçılar yeni qoşulanlar da bilsinlər. Ünvanımız Neftçilər metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun üstündə yerləşir. Yanacaq dondurma məntəqəsindən yan-yanadır. Əvvəldən zəng edib rezerv etsinlər 070-221-1013 nömrəsinə. Hər kəsin yolunu gözləyirik, qulluğundayıq hər kəsin, var olasınız. Bəli. Və qonaq... İnşallah bu qonaqlarla bərabər də elə Beyləqan Alev və İstirahət Mərkəzinə təşrif buyuracaq. Biz bu yay istirahət eləməmişik, amma indi dəvət edəcəyim xanım istirahətdən gəlib.